Salam, xoş gördük hər birinizi. Bugün Mircəlal Paşayevin məşhur Bir Gəncin Manifesti romanından blok, miq və sertifikasiya imtahanında düşən bahar hissəsini izahını verəcəm. Bir Gəncin Manifestini bütövlükdə oxuyanlar bilir ki, çox maraqlı bir əsərdir və burada insan taleyləri, insan taleyinin faciələri əks olunub. Və burada deməli əsas obrazlardan biri burada Mərdandır. Yəni kitabda həmin o Mərdan haqqında məlumat verilmir. Mərdan Baharın qardaşıdır. Sonra Sona obrazı var orada. Baharın anası. Çox qüvvətli obrazlardır bunlar. Məsələn orada Sonanın belə bir məqam var ki, Sona toxuduğu xalçanı, baxmayaraq ki vəziyyəti çox çətin olur, amma o toxuduğu xalçanı ingilisə satmaq istəmir. Deyir, itə ataram, yada satmaram. Və Mərdan da çox güclü, qüvvətli bir oğlandır, bir xarakterdir. Və Baharın, ümumiyyətlə, Baharın faciəsi uşaqlıqdan başlayır. Bahar yetim uşaqdır, vəziyyətləri çox çətindir və amma kənddən o didərgin düşəndən sonra ümumiyyətlə onun vəziyyəti daha da çətinləşir. O qonşu kəndlərdə bir tikə çörək üçün ağır işgəncələrə dözməli olur. Onun şəhərdəki acı aqibəti, çarəsiz, naümid insanların faciəsini əks etdirir. Bahar ədalətsizliyin və kasıblığın faciəsi kimi ümumiləşdirilmiş obrazdır. Əsərdə ədalətsiz cəmiyyətdə insan acılarının təsviri verilmişdir. Və Bahar qardaşı Mərdanı axtarmaq üçün çıxır və başına bu cür müsibətlər, faciələr gəlir. Əsərin ideyası ətrafdakı insanların biganəliyidir və bu insanların biganəliyi fəlakətlər törətməyə qadirdir fikridir. Baxaq əsərə, yəni bizə verilən hissələrə, kitabda bizə verilən hissələrə. Kənddən ayrılandan sonra Bahar başı aşağı fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Harada gördü? Vağzalda. Bir tüfəngli adam döyükən kənd uşağını görüb yanına çağırdı. Və qəssab dükanında atasının yanında işləməyi təklif elədi. Deməli, Bahar baş aşağı fikirli yeriyirdi və birdən bir tüfəngli adama rast gəlir Bahar. Və bu da kənd uşağını görür, yanına çağırır, harada qəssab dükanında atasının yanında işləməyi təklif edir. Nə deyir, nə vəd eləyir? Deyir, paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən. Razısanmı? Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə, həm də belə mehriban adama, yəni məcazi mənada mehriban, kinayə var burada. Çünki bu həqiqətən də mehriban adam deyildi. Sadəcə uşaq elə zənn eləmişdi. Bahar elə zənn eləmişdi. Mehriban adama rast gəldiyini güman edib razı oldu. Hə, nə deyirəm? Tüfəngli Baharı daş yoluna tərəf gətirdi, bir arabaçıya tapşırdı. Deməli, uşağı kimə tapşırır? Baharı arabaçıya. Atama çatdır bunu, deynən görsün yararımı. Səhər arabaçı onu şəhərə Qəssab Məşədi Abbasın. Deməli, tüfəngli adamın atasının adı Qəssab Məşədi Abbasdır. Qəssab Məşədi Abbasın dükanına gətirdi. Arabaçı bir təhər adamları aralayıb Məşədi Abbası çağırdı. Məşədi əmi, bu qədəni İsfəndiyar göndərib. Deməli, tüfəngli adamın adı nədir? İsfəndiyar. Məşədi, gözləsin dedim. Bahar günortaya dək gözlədi, çox acımışdı. Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı, hansı kənddən, kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu. Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sağlaxanadan şəhərə daşınan ət daşqasının yanında oturar, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə yanında yatdığı daşqa atına qulluq edərdi. Yəni, heç bu evə də qoyulmur, yəni atın yanında yatır. Məşədinin bütün xırda, dükan, ev işlərini Bahar görürdü. Məşədi axşama qalan və köhnələn içalatı səbətə doldurub Bahara verərdi, çiynindən tutub itələrdi. Bunları sat,
satmamış qayıtma. Hamısını satsan, sənə bir abbası fındıq pulu verəcəm. Bir abbası fındıq pulu verəcəyini vəd edir. Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya, küçə qapıları gəzib, həzin və saf uşaq səsi ilə çığırardı. Ciyər alan, ay ciyər alan. Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yer donmuşdu, ayaz kəsirdi. Bahar isə köhnə çarıqla, yalın qat, qədək paltarla qəssab dükanın qapısında əsim-əsim əsirdi. Məşədi Baharı qapıdan qovmuşdu. Soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. 5 addım gəzəndən sonra dalday bir həyat tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq başında dayanırdı. Ona görə evə qaydanda Xozeyni onu döyürdü. Bugün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar arasında yox oldu. Bahar bunu söyləyəndə Məşədi Abbası gülmək tutdu. Dünən yumurtadan çıxan cücənin mən yekəlikdə kişiyə kələk gəlməyinə bir bax. Deməli, inanmır Məşədə Abbas. Əlini Baharın ciblərinə salıb axtardı, sonra qoltuğuna baxdı. Nə eləmisən dedi, 1 manatın yerini de. Nəyə verib yemisən, düzünü de. Uşağın dil dodağı tutuldu. Altdan yuxarı baxan qara məsum gözləri böyüdü. Andaman elədi ki, it aparıb. Qəssab onun qolundan tutub eşiyə itələdi. Get, 1 manatı gətir, sonra gəl. Bahar kağız kimi ağardı. Xozeynə tərəf baxdı. Məşədi Abbas bu baxışlara və göz yaşlarına cavab olaraq içərdən dilləndi. Buralara ayaq bassam, meydini qoyaram. Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı? Soyuq adamı qılınc kimi kəsirdi. Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı. Sanki ağasından, heç olmasa qonşuların birindən mərhəmət diləyirdi. Məşədinin məşər kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi. Gör pulu gətirdi. Qəssab oğlu Baharın qabağını kəsib soruşdu. Manatı gətirdin? Bahar yalvardı. Məşədi ağa, qardaşın gələndə alıb verərəm. Qəssab irəli keçib qapını bastı, Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun içindən buz döşəməyə düşəndə başından bir vedrə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən özünü itirdi. Bilmədi nə etsin. Şaxta elə bil iliyinə işləyirdi. Bahar özünü hamamın dəhlizinə saldı. Dəhliz də soyuq idi. Ancaq içəri qapı açılanda isti hava bux kimi dəhlizə vururdu. Bahar özünə təskinlik verdi. Əlində bağlama yuyunmağa gələnlərə qarışıb içəri girdi. Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı. Səki isti və rahat idi. Xeyli vaxt belə keçirdi. Lakin onu görən oldu. Hamamçı maşı ilə Baharı böyründən bizləyib deyirdi. Hey, həmşəri, düş nə soğulmusan bura, çıx. O başı aşağı qapıya tərəf yeridi. Məhkum qılınca baxan kimi eşiyin qış gecəsinin ayazına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi. Duruxdu. Mərhəmət uman məzlum baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini gördükdə sevinib içəri sürüşdü. Küncə qısıldı. Bığı xınalı kişi buğlana-buğlana hamamdan çıxanda Baharı dəhliz ağzında görüb ucadan dedi. Kəblə qurban. Hərif burada dayanıb ha. Kəblə qurban başmaqlarını yeyin şaqqıldadaraq dəhlizə tərəf gələndə Bahar yalvardı. Vallahi yerim yoxdur. Soyuqdan ölürəm. Qoy burada durum. Əmi, sən Həzrət Abbas, gör uşaq nə qədər çarəsizdir. Kəblə Qasım Baharı itələyib çölə saldı. Rədd ol buradan, Həzrət Abbas qənimin olsun. Səkinin istisində canı yumşalan Bahar qışın kəsərli soyuğuna düşəndə elə bir ürəyinə xəncər sancıldı. İçindən ufuldadı, özünü itirdi. Bahar başını qaldırıb göyə baxdı. Tamam qaranlıq qovuşduğunu, qış gecəsinin qorxu kimi hər yanı işıq gələn, hər yeri bastığını görəndə vücuduna ilan kimi soyuq və müthiş bir vahimə yeridi. Ürəyi bala quş kimi döyündü, başı gicəlləndi, addımlarını atdı.
Harasa tələsmək istədi. Yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəribə uğultu ilə tutulurdu. Uşağı elə gəlirdi ki, ayaqlarını qandallamışlar. Topuqlarının hər birindən ağır daşlar asılır. Son ümidlə özünü Xozeynin qapısına saldı. Qorxa-qorxa qapını döydü. Həyətdə qarı ayaqlarının addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyat işığı saçıldı. Xanım mitili Baharın köhnə yorğanını eşiyə atdı. İtil cəhənnəmə, gedirsən get. Bahar inana bilmədi. Gecənin bu vaxtında boranda hara gedim? Ay xanım, qurban olum, mənim yerim yoxdur. Xanım, sən bilirsən ki, xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdin, oğrudan, quldurdan qorunur. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq küçədə qar içinə bata-bata uşaq bazara sarı yönəldi. O tufana düşən yarpaq kimi əsirdi. Burada təşbihlərdən çox istifadə olunub. Yarpaq kimi əsmək. Yuxarıda da yenə var idi, yəni təşbihlər var. Sanki baharın iynəli yorğana bürüyürdülər. Elə bir yorğan ki, tikan kimi əzablı, hamam kimi isti. Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi. Qol yerindən quru bir ağac sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərinə də, başına və dodaqlarına da batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən və nə üçün edildiyini anlamadı. Tərpənmək istəndi, onu sanki yerə mıxlamışdılar. Anasını xəyalına gətirdi. Ana, ay ana, cavab gəlmədi. Hər şey susurdu. Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey qaydasındaydı. Xozeyinlər xəs paltolar, Xorasan kükləri, dəri papaqlar, yun, corab və qaloş geyinərək səhər çayından sonraki ilk papiroslarını tüstülədə isti evlərinin qapılarına nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çiriməkli Məşədi çapacağını itiləyərək erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan qapısında qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısını oxuyurdu. Qonqa yolunun qarını kürüyənlər bir uşaq meyidi tapdılar. Donmuş, taxtaya dönmüşdü. Buzlamış, saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu ilin bu vaxtında əynindəki qədəh paltardan bəlli idi. Ona görə yiyəsini axtarmadılar, qəriblər qəbristanına apardılar. Və həqiqətən oxuyanda da çox insan təsirlənir. Əsərin təhlilinə baxaq. Əsər epik növdədir. Roman janrında yazılıb. Yəni bu oxunan hissə romandan bir parçadır. Hadisələrin təsvirində epik növ olduğuna görə təbii ki, təhkiyə üsulundan istifadə olunub. Burada müəllif Baharın simasında yoxsulluğun və haqsızlığın acı təzahürünü təqdim eləyir. Və bu hissədə insan mərhəmətsizliyinin acı fəsadları öz əksini tapır. Və insanlar arasında sinifləşmə, yəni burada varlı kasıb məsələsi var. Uşaq əməyinin istismar edilməsi var. Məşədi Abbas Baharın ölümünün səbəbkarlarından biridir. Baharın köhnə yorğanını evdən çölə atan Məşədi Abbasın xanımıdır. Məşədi Abbas obrazı öz zalımlığı, qəddarlığı, yalnız şəxsi mənfəətini düşünən mənfi obrazdır. Tüfəngli adam Məşədi Abbasın oğlu İsfəndiyardır. Əsərdə tənqid edilən əsas cəhətlər nədir? Pula bəslənən hərislik, insanları xor görmək, təbəqələşmə, biganəlik, zalımlıq, qəddarlıq, laqeydlik. Baharın şəhərə getməkdə məqsədi qardaşını tapmaq idi. Qardaşının adı da deməli Mərdan olur. Mərdan. Bahar məhrumiyyətlərlə üzləşən uşaqların ümumiləşmiş surəti kimi burada çıxış edir. Və əsər 1938-ci ildə yazılıb və əsəri oxuyanlar bilir ki, çox maraqlı əsərdir. Mən hər kəsə tövsiyə edirəm ki, Bir Gəncə Manifest əsərini oxusunlar. Çox maraqlı bir romandır. Burada az bir hissə verildiyinə görə biz tam əsəri anlaya bilmirik. Amma bütövlükdə oxuyanda təbii ki, orada çox maraqlı hadisələr var. İnsan faciəsi var, insan taleyləri var. Təşəkkür edirəm hər birinizə.
kanala abunə olmağı və şərh yazmağı unutmayın. Uğurlar.